Ecolight ağıllı işıqlandırma sistemidir. PLC üzərində işləyir. Mövcud infrastruktur üzərindən biz işıqları idarə edə bilirik, yandır, söndür və onların intensivliyini artır və azalda bilirik. Ecolight sistemi bizə imkan verir ki, 40%-ə də qənaət edək, işıqlandırma dirəkləri haqqında tam məlumatları əldə edək, yəni hər hansı bir dirəkdə problem yaranarsa, işıqlandırmanın naqilləri kəsilərsə və yaxud da çıraqlar sıradan çıxarsa, Ecolight sistemi bizə onun haqqında məlumat verir. Həmçinin biz işıqları avtomatik və manual olaraq idarə edə bilirik və mövcud dirəklərin üzərinə yeni nəsil avtomobil çarjerlarını əlavə edə bilirik. İndi mən sizə ağıllı işıqlandırmanın idarə olunmasını göstərəcəm. Hal-hazırda işıqlandırmanı mən intensivliyini 100%-ədək artırıram bizim Ecolight'ın proqram təminat vasitəsilə və indi isə mən işıqlandırmanı qrup şəklində 10%-ədək intensivliyini azaldıram. Gördüyünüz kimi bir toxunuşla bunu etmək olur. Bunu biz hər birini ayrı-ayrılıqda da idarə edə bilirik, qrup şəklində də. Mən sizə indi bunun intensivliyinin idarə olunmasını bir dirək üzərində göstərəcəm. Bir dirəyin intensivliyini, dirəyi seçərək intensivliyini 100%-ədək artırıram. Digərləri isə təbii ki, idarə olunmadı. Biz yalnız birisini idarə edirik. Hal-hazırda 10%-ədək bir çırağın intensivliyini azaldırır. Bu proqram təminatı bizə xəritə üzərində dirəkləri yerləşdirməyə imkan yaradır. İkincisi, servisimizi asanlaşdırır. Dirəklər haqqında tam statusu əldə edə bilirik və həmçinin işıqlandırmanı avtomatik olaraq, yəni günəşin enməsi və batmasına uyğun avtomatik olaraq intensivliyi azalır və çoxalır. Həmçinin biz bu texnologiya IoT cihazlarını da yerləşdirə bilərik. Yəni dark sensor kimi sensorlar, hərəkət sensorları və bu texnologiya daha çox işıqlandırmanın sərfiyyatı çox olan yerlərdə istifadə olunur. Bu ola bilər şəhərin işıqlandırılması, tunellərin işıqlandırılması, istehsalat sahələri kimi yerlərdə istifadə oluna bilər. İndi isə biz sizə Ecolight'ın şitin içərisində olan, elektrik şitin içərisində olan cihazlar haqqında məlumat verəcəyik. Gördüyünüz bu cihaz əsas kontrollerdir. Bu əsas kontroller 700-ədək işıqlandırma idarə edə bilir. Yəni çıraqlar 700-ədək çıraq idarə edə bilir. Bu əsas kontrollerə biz bir ədəd sim kart, yəni hər dirəyə sim kart yox, 700 ədəd dirəyi idarə etmək üçün bir sim kart və yaxud da bir dənə internet kabeli əlavə edərək biz bu kontrolleri uzaqdan idarə edirik. Bu bizim power supply'ımızdır. Bu power supply bizə imkan verir ki, biz əsas işıqlandırmaları idarə edək. Power supply 255 dənə işıqlandırmanı idarə edir. Bu gördüyünüz 3 cihaz isə işıqlandırma dirəyin üzərində yerləşir. Ora əlavə edirik. Mövcud infrastrukturu dəyişmədən yalnız çıraqların yanına bu cihazı əlavə edirik. Bu bizim driverimizdir. Bu driver LED-lər üçündür. Biz nəinki LED çıraqlarını, həmçinin də klassik lampaları da idarə edə bilirik.